Deməli, ilk öncə belə bir toz alan almışam. Bunun adı var, amma demək istəmirəm, biraz gülməli adı var. Bunu almışam 1 manat 80 qəpiyə. Əvvəllər mən düşünürdüm ki, bu çox lazımsız bir şeydir qızlar. Yəni düşünürdüm ki, bununla toz təmizləyirsən, bütün tozu belə-belə elirsən, evə səpələyirsən. Yəni bir mənası yoxdur bundan toz silməyin. Amma sonradan yeni-yeni mən öyrəndim bunun qaydasını, bununla necə toz alırlar. Və ondan sonra düşündüm ki, gedim bundan alım. Çünki çox lazımlı bir şey kimi gəldi mənə. İndi göstərəcəm sizə bundan necə toz almaq lazımdır. Baxın qızlar, bununla toz almamışdan qabaq bunu yaxşıca elektrikləndirmək lazımdır. Yəni bu statik elektriklənmənin sayəsində bu bütün tozları özündə saxlayır, havaya uçurtmur. Yəni mənim düşündüyüm kimi. Belə bir paket götürürsüz, hər hansı bir bu. Bunu başlayırsınız, bax çoxlu bunu sürtürsüz. Belə sürtürsüz nəyə var? Çox sürtürsüz. Mən burada çox göstərməyəcəm. Bundan sonra bu elektriklənir və başlayırsınız bundan bu tozları, baxın, səthlərdən bax belə, yəni bu aləti qaldırmırsınız. Yəni belə səth tutaq ki, divarı təmizləyirsiniz və yaxud da hansısa bir komodun üstünü təmizləyirsiniz. Baxın belə, bunu aralamadan, belə-belə. Yəni səthdən götürmədən təmizləyirsiniz. Yəni belə-belə təmizləmirsiniz. Baxın belə-belə olmaz. Yəni bax belə. Bunu aralamırsınız. Və bu sayədə bütün bu həmin o elektriklənmə sayəsində də dildiyinə görə bütün tozlar, bütün tük, nə varsa hamısı yapışır buna. Sonra bunu ya istəsiniz gedib çırpa bilərsiniz bir yerdən və yaxud da toz soranlaya bilərsiniz. Onda bütün tozları bu inşallah ki götürür. Bunun uzunları da var, uzun qulpu olanlar da var, cürbəcür var. Mən sadəcə özüm belə rəngli götürdüm ki, bunun bozları da vardı. Özüm rəngli götürdüm ki, üzərində toz olanda bilinsin ki, bunun arasında toz var. Sonra belə sanfor gel götürdüm həmişəki kimi, 2 manat 70 qəpiyə. Yəni fikir verirsinizsə, çalışıram boykotlu məhsullar almayın. Əgər siz də nəsə görsəz ki, məhsullarımın arasında boykotlu məhsul var, mənim bilmədiyim, rəylərdə yazarsınız. Bu da Pimaleox. Çoxdan da almaq istirdim. Hər dəfə unudurdum, yadımdan çıxırdı. Bu 1 manat 50 neçə qəpik idi səhv etmirəmsə. Sonra 3 manat 14 qəpik. Belə bir yenə bundan aldım. Çox sevirəm bu əl üçün olan maye sabunu. Ən əsas da bunun ətrinə görə çox sevirəm. Çox zəif və belə ot iyi gəlir. Yaz iyi. Ümumiyyətlə mən çox güclü ətirləri xoşlamıram ki, çoxlu belə ətri gəlsin, yucuma vasitələrdən. Bundan çox zəif iyi gəlir, ona görə çox sevirəm. Əlləri də qurutmur. Özü də bir xeyli gedir. Bu mənə hardasa bir 2 ay bəs eləyir, 2 aydan da çox bəlkə də bu məndə bəs eləyir. Sonra belə bir dənə şampun aldım, 3 manat 70 qəpiyə. Yəni üstündə yazıldığına görə müalicəvi şampundur. Çox gözəl ətri var. Çox gözəl, çox. Ən sevdiyim ətirlərdən belə çay iyi gəlir sanki. O qədər gözəl ətri var. Ümid edirəm özü də yaxşı olur. Sonra belə bir yumşaldıcı aldım Froşdan. Əslində mən yumşaldıcı, kondisioner, ümumiyyətlə belə şeyləri yəni bilirsiniz ki, mən əlavə etmirəm, sevmirəm paltarlara qatmağa. Sadəcə bunu artıq yəni çarəsiz götürdüm, belə deyək. Çünki bədənimdə son zamanlar çox həddindən artıq elektriklənmə var. Məndə evdə videolarda da görürsünüz ki, əynimdə rezin ayaqqabıyla gəzdiyimə görə. Çünki rezin çox az səs eləyir. Yəni digər ayaqqabıları geyinəndə onun ayaqları bərkdir. Yəni narahat oluram ki, birdən qonşu narahat olur ayaq səsinə. Ona görə rezin geyinirəm. Və ona görə də bədənimdəki sanki elektrik tam yaxşı keçirtmir bədənim. Və hara toxunuram, inanırsınız hər yerdə mən tok vurur. Hansı əşyaya toxunuram, ondan tok vurur. Məsələn, bayırda bir pişik sığalamaq istəmirəm, pişiyi tok vurur. Və ən son damcı da nə oldu? Səbrimi tükədən əvvəl fikir verməmişdim. Baxdım ki, yəni evə gələndə əlimdəki paltarda baxdım ki, bütün bayırda nə tük var, hamısı yapışıb yubqan ətəyinə. Çox əsəb oldum, yəni tükdən həddindən artıq irgənən bir insanım və ona görə artıq düşündüm ki, belə bir kondisioner alım ki, paltarı yumşaltsın və ümid edirəm ki, bu artıq elektriklənməni dayandıracaq. Düzdür, sirkə qatmaq olar, sonra alüminium folqanı belə top halına gətirib onu atmaq olar ki, elektriklənməyi götürsün, amma bu bilirəm ki, nağdıdır və özüm beləsini aldım ki, yəni bunun ətri çox zəifdir də. Bu da 3 manat 70 neçə qəpik idi. İllərdir işlətdiyim diş məcunu, yəni məni çoxdan izləyən qızlar bilirlər ki, artıq 7-8 ildir ki, bu diş məcununa sadiqəm. Bundan başqa heç bir şey işlətmirəm. Bir ara sinergetik işlədirdim, amma onu son zamanlarda tapa bilmirəm. Yəni bunun da əsas səbəbi tərkibində ftorun olmamaqdır. Yəni sizə bir söz deyim ki, qızlar, deməli, hər hansı bir istehsalcı kim olur olsun, yəni onların əslində ixtiyarı var ki, üz qabığında onlar ürəyi nə istəsə yaza bilərlər öz məhsullarını tərifləmək üçün. Hər şey yaza bilərlər, yəni reklam edə bilərlər, bu onların haqqıdır. Amma bu qabın bu hissəsi var, tərkib hissəsi. Yəni burada onlar borcludular ki, mütləq məhsulun tərkibini yazsınlar. Yəni burada nə oxusaz deməli, burada həqiqətən də doğru yazılıb. Üz qabığına fikir verməyin. Yəni burada nə desəz ola bilər. Amma mən də
Bunu sınamaq üçün baxdım ki, yəni burada yazılıb tərkibində ftor yoxdur, əsas ona görə və burada da oxudum. Gördüm həqiqətən də ftor yoxdur bunun tərkibində. Ona görə də bunu alırıq və uşaqlar da bundan istifadə edə bilər. Yəni ehtiyac yoxdur. 6 yaşdan uşaq bundan dişini yuya bilər. Cürbəcür macunlar almağa ehtiyac yoxdur. Hamı bundan yuya bilər. Sonra belə bir şey aldım. Bir sinədir. Əl qurulamaq üçün. Yəni bunu asacağam inşallah rakovina yanından. Əlimi yuyanda buna belə tez sürtəcəm. Əlimin suyunu götürəcək. Çox yumşaqdır materialda. Bunu 2 manata aldım. Və sonda belə bir həmişə olduğu kimi 72% Xazəstin sabunu aldım duru halda. Bunu hipermarketdən aldım qızlar. Bu 3 manat 24 qəpik idi. Bunu aldım. İnşallah bunu sınayacağım. Mən bundan əsasən qab yuyuram, qabları yuyuram. Sonra əldə nəsə paltar yuyanda bundan yuya bilərəm. Sonra istəsəz bunu paltar yuyanda da əlavə edə bilərsiniz. Yerləri silirəm. Yerləri siləndə qatıram bunlardan. Sonra yəni nə edirsə istifadə edə bilərsiniz. Mən əsasən qablar üçün alıram. Bir də xanımlar, baxın belə bir qab aldım. Belə göstərim sizə. Aşqan firması İranın. Ümumiyyətlə bu İranın qabları son zamanlar çox xoşuma gəlir, çox keyfiyyətli gəlir, əvvəlki kimi deyil. Həm tərkiblərinə baxıram ki, düzəlib, yəni qidaya yararlı plastikdir. Bunun içində qida da saxlamaq olar. Yəni gördüyünüz kimi də üstündə Rice yazılıb, yəni düyü üçündür əslində. Mən də düşündüm ki, baxın belə təkər də var altında. Belə şirin təkərlər də var. Mən də bunu düşündüm ki, elə vedrə götürməkdənsə elə qoy belə bir şey götürüm. Həm bunu açmaq rahatdır, həm tutumludur. İçində baxın belə qabı da var. Belə bir qabı da var, ölçü qabı. Qapaq da belə gördüyünüz kimi. Hardasa mənə elə gəlir ki, bunun içinə 6, 7, 8, bəlkə də 9 kilo mənə elə gəlir ki, bunun içində rahat yerləşdirmək olar. Yucu tozu. Yəni bir dəfəlik oldu da, aldım, rahatlandım. Amma düzü heyfim gəlir bunu yucu toza işlətməyə, amma ki başqa bir uyğun variant mən görmədim. Bu məncə daha yaxşıdır. Bunun qiyməti 7 manat 15 qəpikdir. Bu günlük yəni bu qədər aldıqlarım. Düzdür, başqa şeylər də aldım. Sadəcə onları paylaşmadım sizlə. Yəni dediyim kimi burada əsasən qayalı gold, bir də hipermarketdən almışam. Yəni bu qarışıqdır. Həm oradan almışam, həm oradan almışam. Qarışıqdır qiymətlər. Başqa yəni nə sualınız olsa verərsiniz rəylərdə. İnşallah ki cavablayaram. Bunlarda məndə həmişə olurdu, inanırsınız. Bu gün amma axtarıram, tapa bilmirəm. Bu da ki köhnə bir şeydir, lazımsız yanmışdı, elə oradan qopartdım. Buna hələlik yapışdırıram, amma bundan sonra görüb mən götürərəm. Yapışdıracağım hələlik. Bunlar da bilmirəm nəsə köhnə ləkələr. Gərək yağla zadla təmizləyim bunları. Qiymətini heç cür qoparda bilmədim. Və yaxud da belə yuxarıdan. Bugün istəyirəm ki, baxın, buranı təmizləyim, abra salım. Görürsünüz nə gündədir. Bura heç belə olmurdu, amma son zamanlar nədirsə çox belə buranı başım buraxmışam. Ona görə istəyirəm bugün səliqəyə salaq. Bilmirəm, işıqlanma yaxşıdır ya pisdir. Bu arada yucu tozu boşaldacağım yeni aldığım qaba. Bəzi qabları da yəqin buradan artıq tullayaram. Çünki artıq onlar lazım deyil. Gəlin başlayaq sizinlə bir yerdə bu işi görməyə. Bunu çıxardım. Bunu arxaya qoyacağım. Yəni bu arada bunun içi doludur. Bu İran şampunudur. Bu təmiz filtrlənmiş sudur. Bunu çaydana tökmək üçün həmişə saxlayıram onun içində. Deməli burada yucu vasitələrdən bu da az qalıb. Bunun içində yucu toz var idi. İndi biraz qalıb. Bu qabı artıq atacağım. Bunu da gözləyirəm ki bitsin. Bir də bundan almayacağım. Çünki bir məna görmürəm bunu almaqda. Özdə iyi də çox xoşuma gəlmədi. Sonra qızlar istəyirəm ki bu mənim ən məşhur həmişə aldığım 72% sabunlar haqqında danışım. Sizə də çıxardım. Burada nə var? Bunu lap unutmuşam. Səndə və məndə belə Sinergetikin qab yuyan vasitəsi qalıb. Azelitdir. Bu sodadır. Qızlar sodanı belə saxlayıram. Bu kalqon da artıq mən illərdir ki kalqon almıram. Elə 100 ildir kalqon içində.
Bunu da çoxdan almışdım. Buradan çıxır hər dəfə. Belə də. Sonra burada nə var? Bunu da göstərəcəm sizə. Bir də bu. Bu qızlar oksigenli ağırdıcıdır. Çox az istifadə edirəm mən bunu. Bunları çıxardım. Bura desən yenə su axıb. Mən bilmirəm hər dəfə bu su bura hardan axıb. Yox qızlar, su axmayıb. Mən elə bildim su axıb. Hər dəfə ofisi məni çaşdırır. Baxın görürsünüz bu hissə. Elə bilirəm suda, amma yox bu. Yəni biz bura gələndə belə var idi. Bu formada su axmışdı arxa divara və orada onun ləkə kimi qalıb. Allahdan burada nəmişlik yoxdur. O cəhətdən yaxşıdır ki, qurudur. Mövcud tozu boşaldacağım. Və burada bunlar da sirkələrdir. Burada saxlayıram bunları da. Belə bəyaz sirkədir. Saat 8-dir qızlar. Gəlmişəm mətbəxə. Bütün bunların hamısını çıxardıb yenidən düzmüşəm bura ki, yenidən sizə video çəkim. Niyə yenidən? Çünki videoda görəcəksiniz o çanağın altındakı dolabı təmizlədiyim hissədə mən orada bunlar haqqında danışıram. Amma sonra montaj edəndə gördüm ki, yenə uzun-uzaq danışmışam. Video həddindən artıq uzundur. Ona görə fikirləşdim ki, təzədən bunların hamısını töküm, hamısı barədə çalışım qısa bir məlumat verim. Məndə nə təmizlik vasitələri varsa hamısını sizə göstərim. Bundan başlayaq, gəlin. Bu sodadır. Belə butulkada saxlayıram həmişə. Çox rahatdır. Yəni daşlaşmır da soda. Qutunun içində qalanda daşlaşır. Ona görə belə butulkada saxlayıram. Sonra belə bir qara paltarlar üçün kalyondur. Bunu çoxdan almışam qızlar. Nə yalan deyim, xoşuma gəlmir, bəyənmirəm. Gözləyirəm bitsin, bundan sonra almayacağam. Ümumiyyətlə çalışacağım qara paltarlar üçün olan geri almayayım. Yəni bir də marka var, onu tapsam onu alacağım. Amma bu bitsin, daha almayacağım. Sonra xlordur həmişə aldığım. Yəni çox qəşəng xlordur. Yəni gedib boykotlu domestos almaqdansa sanfor almaq daha sərfəlidir. Yaxşı vasitədir. Sonra azelitdir qızlar. Azelitdir ki, mən azelit alanda bir ildən çox məndə istifadə olunur. Bəlkə də 2 il ya da məndə gedir. Çünki mən bunu demək olar ki, çox az istifadə edirəm. Əvvəllər bunu istifadə edərdim. Əsasən mən qaz sobasının üstündəki o şəbəkələr var ya, çukur. Onları təmizləmək üçün istifadə edirdim özü hamamda. Amma sonra artıq siz görürsünüz ki, neçə vaxt mən o şəbəkələri götürmüşəm, ümumiyyətlə dəmirlərdən istifadə edirəm. Amma nə vaxt olar qaytarsam onu da yuyacağam. Ümumiyyətlə aziliti düzdür, üstündə yazılıb sobalar üçün, nə bilim, xopkalar üçün. Amma sizə yəni bir nəsihət eləyim. Nə ki qızlar, axar suyun altında yulmur, ona azilit vurmayın. Çünki bunun qoxusu dəhşətdir, bunun tərkibi dəhşətdir. Yəni siz bilin ki, sobanı siz bununla fısıldadırsınız hər yerə. Bundan əgər yurursunuz, birinci o fıs-fıs elədiyiniz vaxtda bütün o mikrohissəciklər ümumiyyətlə gedir mətbəxin hər yerində oturur. Ondan da əlavə siz onu yəni bilin ki, əski ilə lap belə 100 dəfə təmizləsəz də oradan çıxmayacaq, təmizləməyəcək. Nə qədər ki, axar suyun altında yuyulmuyor. Və siz sobanı qoşduğunuz zaman bütün o hamısı təzədən qalxacaq, oturacaq sizin yeməklərinizin üstündə. Ən azından heç olmasa sobanı təmizlədikdən sonra limonlu suyu qaynadın. Sobanı qoşun, o su qaynasın, heç olmasa bütün o zərərli nələr varsa hamısını götürsün. Amma vasitəyə söz yoxdur, yaxşıdır, yaxşı təsir edir yağlara. Bir də bu da qrasındır. Bunu yeni almışam mən. Mən bunu alanda bilmirdim ki, bu sən demə pas üçündür. Unitazın içində axır vaxtlar fikir verdim ki, pas kimi ləkələr var. Sən demə, yəqin o baçokun içində nəsə paslanır və oradan su axanda ona bir də pas axırdı. Yəni mən nə edirdim? Əvvəllər xlorla təmizlənirdi, amma son zamanlar gördüm ki, təmizləmir. Və bunu almışam, heç buna baxmamışam ki, burada antipas yazılıb. Və götürdüm, nəysə bunu vurdum. Dəhşətli iyi var, eynən bunun kimi. Qoxusu dəhşətli qızlar. Mən də götürdüm, ağıllı qarışdırdım bundan. İnansız az qala öləcəkdim boğulub. Bütün burnumun az qala selektiv nişasının hamısını yandırsın. Tez yudum, təmizlədim. Özü də içində belə yaşıl rəngdədir. Tez təmizlədim, sonra təzədən bunu belə vurdum, bağladım. İnanın ağappaq elədi. Ağappaq. Yəni əgər sizdə də elə pas problemi varsa, baxın antirjavçina yazılıb. Yəni bundan məsləhətdir. 3 manat neçəsə qəpik idi mən bunu alanda. Sonra Pimaliox sonuncu dəfə almışdım, amma peşman oldum almağıma. Bunun iyi məni öldürür. O qədər pis ətri var, dəhşət pis ətri var bunun. Yəni bilmirəm, sonra kim istifadə edə biləcəyim, edə bilməyəcəyim zabuş qaynanama ötürərəm. Onda problem yoxdur ətlərə qarşı. Mənə çox tutur. Sonra bu da bildiyiniz Pəri xanımdır. Bunu mən əsasən stol bezini tez-tez yuram. Stol bezini yumaq üçün alıram. Sonra yağlı, çox balıqlı falan belə tavalar olanda birinci bununla yuram. Bilirsiniz də, məndə qabı 2 hissəlidir. Bir tərəfinə bunu tökürəm, bir tərəfinə də biraz daha aqressiv olmayan vasitə tökürəm. Sonra paltar yumaq üçün gel bunu işlədirəm. Yəni tapanda bunu alıram. Çox xoşuma gəlir. Bu Alman firmasıdır. Düzdür, bu aralar bu da bahalaşıb. Sonra nə var? Burada yumşaldıcı var, qızlar, Froşun. Bu da yumşaldıcını da sizə demişdim, niyə almışamsa. Çox həddindən artıq üstündə elektriklənmə var. Sonra sirkədir qızlar, burada 4-5%. Bu da əsasən təmizlikdə istifadə olunur. Yerləri siləndə ya təmizlik eləyəndə sirkə. Paltarları da qatmaq olur. Paltar yumşaldıcı kimi əslində sirkə də qatmaq olur. Onu sadəcə üsulunu öyrənəcəm tam ki, mən bundan az istifadə edeyim. Sonra deməli burada nə qaldı? Bunları özüm bilə axıra saxlayıram. Gəlin pastaları göstərim sizə. Baxın belə pastalar var, məndə təmizləyici. Bunu çox görmüsünüz videolarımda, bu artıq bitmək üzrədir. Hətta bu çıxmaz ləkələr qızlar, dəmir qazanlarda, dəmir qablarda, hələ ki qazın kənarlarında o çanik ki qoyursunuz hansı hissəsində göstərəcəm sizə yəni. Baxın qızlar, baxın bu adətən bunun kənarlarında qızarmış ləkələr olur, bir çox xanımlarda olur. Hətta məndə də var idi. İdeal şəkildə təmizləyir. Yəni əgər heç nəyini apara bilmirsinizsə, sırf o qızartıları.
Bəli, o qızartıları heç nə ilə təmizləyə bilmirsinizsə, harda gördünüz alın. Pak yazılıb, baxın Selsi firmasındadır. Bunlar mənə gərək faiz ödəsinlər, nə qədər reklam edirəm bunları. Yəni bu həqiqətən reklam deyil, bu doğrudan da super vasitədir. 3 manat ya 2 manat neçə qəpik, qiyməti çox sərfəlidir. Bu da Kisalibondur pasta. Bu da pis pasta deyil. Deməzdim ki, yəni yaxşı təmizləmir. İndi biraz bahalaşıb, demək olar 4 manat olub qiyməti. Mən bunu ucuz almışdım, 2 manat neçə qəpiyə. Bu brend ümumiyyətlə yeni çıxmışdı o vaxt mağazinlərdə. Bununla hətta bir də sobanı da təmizləmişəm. Çox belə aqressiv də deyil. Yəni aqressiv vasitə deyil, amma lap belə təbii də deyil. Düzdür, üstündə yazılıb, bezapasına yazılıb üstündə, baxın görürsüz. Və içini göstərəcəm sizə. İçi də baxın belədir. Sanki birisinə oxşuyor. Sanki sodanla 72%lik sabunu rəndədən keçirdib qarışdırmısınız. Çox yaxşı vasitədir. Məsləhət görürəm bunda, yaxşı təmizləyir, amma çalışın belə parıltılı sətlərdə bunu işlətməyin. Mən birisi bundan nə eləmişəm. Paltaryan maşının qapağı var ya, o qapağı mən bundan korladım. Sürtdüm və gördüm ki, cızıq-cızıq elədi. Çünki bu özü belə forması abraziv formudadır. Yəni cızır da, elə sətlərdə biraz ehtiyatlı olun buna. Sonra belə bir pasta var məndə. Bunu mən Rus saytından sifariş vermişdim, Azondan. Bundan 2 dənə sifariş vermişdim. Nə deyə bilərəm? Qızlar, çox yaxşı pastadır. Əslində üstündə yazıldığına görə güya 72%lik pastadır, amma əslində elə deyil. Ümumiyyətlə danışacağım 72% haqqında. Çünki yanıqlıyam. Ümumiyyətlə bu şeylərdən yanıqlıyam, deyəcəm sizə niyə. Amma belə ümumi universal təmizləyici olaraq, baxın belə bir şeydir. Universal təmizləyici olaraq çox yaxşıdır. Yəni mətbəxdə, mətbəx mebellərinin üstünü, yağlı səthləri qəşəng köpüklənir, köpüklənməsinə söz yoxdur. Amma yəni elə köpükləndiyinə görə də əlləri qurudur. Mənim əllərimi çox qurudur bu. Əlcəklə istifadə etsəz superdir. Və görürsüz üstündə hamısı yazıb, bütün nəyə uyğundursa. Qab da yumaq olur, nə bilim uborka, hətta maşınların üstünü silmək olur. Axırda baxın özünüz görürsüz. Siz də istəyirsiniz götürün, skrin edin. Yəni sifariş vermək istəyirsinizsə, mən Azondan almışam, bilmirəm buralarda var, yoxdur. Kutusunu səhv etmirəmsə ya 4 manat idi, neçə idi, yadımda deyil. O vaxt indirimdən almışdım. 1 il bundan öncə almışdım. Yaxşı vasitədir. Yəni məsləhətli vasitədir. Bircə əması əlləri qurudur. Yəni mənim əlim qurudur. Siz də bilmirəm necə təsir edəcək. Və sonra saxladığım, bunu da deyim. Bunu da qızlar mən Azondan sifariş eləmişəm. Bu oksigenli ləkə çıxarıcıdır. Yəni ağardıcı deyil, ləkə çıxarıcı. Həqiqətən də çox gözəl bir şeydir. Tam təbii məhsuldur bu. Bunun tərkibində yəni perkarbonat natriya deyirlər. Perkisdən elə bir sodadır bunun tərkibi. İkisini birləşdiriblər. Olub perkarbonat natriya. Düzdür, bundan bizdə var, buna bənzər bizim yəni satışlarımızda var. Bildiyimiz persoldur. Amma persol birincisi ağardıcı kimi gedir əksər yerlərdə. Düzdür, ləkə çıxarıcılar da var. Amma onların tərkibi daha aqressivdir. Onlarda başqa digər vasitələr də var içində. Daha güclü, bəlkə ola bilsin bundan daha güclüdür. Amma bunun sırf tərkibi təmizdir. Məsəl üçün qabları falan ağartmaq. Mən o günləri məsəl üçün ağ köynələr yudum. Ağ köynələri 60 dərəcədə yudum maşında və bundan əlavə elədim. Elə gözəl ağartdı ki, özüm şokda idim ki, mən arada xlor qatırdım. Bilirsiniz, o ağ köynələrin qol hissələri, nə bilim boyun hissələri qara olur. Xlor ümumiyyətlə parçanı korluyur, xlor məsləhət deyil. Amma bunu qatdım, bundan tərtəmiz elədi, dümağ elədi paltarları. İnanırsınız, özüm şokda idim təsirindən. Bu 60 dərəcədə, əsasən düzdür 40 dərəcədə təsir göstərir, amma çox az. Əsasən 60 dərəcədə aktivləşir. Bu belə üstünə qaynar su tökəndə belə başlayır belə vıcıldamağa. Onun içindən o oksigen çıxdıqca o ləkələri parçalayır. Ona görə bunun üçün əsasən qaynar su lazımdır. Mən bunu videolarımdan birində göstərmişəm səhv etmirəmsə. Yəni məsləhətli bir şeydir. Yəni vacib deyil sırf bu firma olsun. Bunun başqa firmaları da var. Rusiyadan izləyən qızlar məni yəqin daha yaxşı anlayırlar. Oralarda əsas məşhurdur bu. Burada bilmirəm. Yəni mən dükanlarda görməmişəm. İnşallah ki gələr çıxar bizə də. Bunu da o vaxt mən hardasa 7 manat almışdım təxmini. Əgər səhv etmirəmsə. Bu da 1 il öncə hardasa mən bunu almışdım. Sonra saxlayıram qızlar bunu. Videonun dadı duzu. Bunu da sonuncu dəfə almışdım Qayaldan. Burada 5 litrdir. Üstündə yazılıb, hamısının üstündə yazılıb ki, xəzəslinlə imanlar. Bir dənəsi qalıb, onu da gətirim. Bir də ki, bu var məndə. Burada görürsünüz, hamısının üstündə qırmızı-qırmızı yazıblar ki, hamısı 72% sabundur. Burada da yazılıb. Hətta bu o qədər ətri, forması bunun o qədər bənzəyir ki, mən bunu dedim ki, bu 100%, 72% sabunun duru versiyasıdır. Amma yəni bir bilsəydiniz ki, mənim yaşadığım şoku mən öyrənəndə ki, əslində bunların heç birində 72% tikə sabun, yəni ümumiyyətlə heç birində o bildiyimiz sabun yoxdur. Bunlar sadəcə yuyucu vasitələrdir. Bu yəni bir marketinq addımıdır deyə bilərik də. İnsanlar 72%lik sabunu təbiiliklə, təmizliklə əlaqələndirdikləri üçün bu da yəni bir marketinq hiləsidir. Yəni ümumiyyətlə belə bir şey deyimsə, istehsalçının ixtiyarı var ki, məhsulun üstündə nə istəsə yaza bilər. Üz qabığında bu onun yəni necə deyirlər reklam haqqıdır. Yəni reklam edə bilər məhsulunu. Tərifləyə bilər, yaza bilər, belədir, elədir. Amma arxasında onun borcudur ki, arxa hissəsində, bunun arxasında deyil. Axır yəni bu sastav hissəsində bax bundan burdadır. Görürsüz, arxada məcburdur ki, yazsın ki, bunun tərkibində nə var. Ona görə də mən bunu araşdıranda, mən öyrənəndə, biləndə ki, sən bunların ümumiyyətlə aidiyyatı yoxdur 72%-ə. İnanın həyatımın şoklarından birini yaşadım. Amma yenə də desəz ki, alaram bunu, yenə də alaram. Yəni arasına çıxsa alaram. Düşünürəm ki, qab yumaq üçün, əl yumaq üçün və yaxud da əldə paltar nəsə bir şey yumağa, ev təmizləməyə, uburkada falan bundansa, qızlar, bu daha yaxşıdır. Çünki bunun tərkibində o səthi aktiv maddələr deyirlər də. Onlar daha aqressiv formasında olan var. Düzdür. Köpüklənməsi yaxşıdır, əladır, qəşəng köpükləndirir, amma digər tərəfdən də əllərdə ümumiyyətlə dərdə allergiya yaradır. O allergiya da uzun müddət qaldıqda ciyərə ziyan edir. Ona görə yəni burada bir seçim etmək lazımdır ki, ya qəşəng köpüklənmə, yaxşı təmizləməni seçirsiniz və yaxud da o yandan da sağlamlığınızdan keçirsiniz. Ona görə düzdür, bundan da istifadə edirəm. Yəni imkanım çatdıqca çalışacağam bunlardan alım. Çünki bunların tərkibində də var. Bütün o yəni birsiz təmizləyicilər deyirlər də, o səthi aktiv maddələr deyirlər onlara. Onlar bunlarda da var, amma bunlarda daha yumşaq variantlardır. Hətta tək bunlarda deyil.
uşaq şampunlarında, uşaqlar üçün qab şampunlarında da daha yumşaqdır. Ətri azdır, demək olar yoxdur. Bir bundan başqa bunu da almayacağam qızlar. Bunu heç bəyənmədim. Dəhşətli ətri var. Yəni ətrinə görə bunu almayacağam. Xoşuma gəlmədi. Amma bu ən gözəldir. Bu çox qəşəngdir. Bunu hələ istifadə etməmişəm. Bunda ətri zəifdir. Belə də ki, qab yumaq üçün şampun desəz, belə orta qiymətdə, yəni çox bahalı olmayan, bunu da məsləhət görürəm. Bunun ümumiyyətlə tərkibindəki həmin o səthi aktiv maddələr deyirlər də, onlar bitki yağları əsasındadır. Ona görə bu da məsləhətlidir. Yəni çox da belə aqressiv tərkibli bir şey deyil. Yaxşı brenddir. Bundan da yəni istəsiz ala bilərsiniz. Düzdür, çoxdur, başqa brendlər də var. İndi məndə olanlardan mən deyirəm. Baxın belə qızlar, yəni dediyim kimi həyatımın şoklarından birini yaşadım. Mən öyrəndə ki, bunlar əslində 72%-də heç bir aidiyyatı yoxdur. Yəni biz sürtkəcdən keçirdirik, 72% bişiririk, qaynadırıq, ondan güya ki, duru sabunu düzəldirik. Bu yəni o deyil. Onu da ki, yəni onu da düzəltmək istəyən qızlar deyim ki, onu da başını buraxın, ondan alınmır. Yəni biz istədiyimiz effekti vermir. Çünki sadəcə yəni yucu vasitədir. Necə ki bunlar da eynən yucu vasitədir. Düzdür, bunlar kimi köpüklənməsə də, ona görə də bunların tərkibi daha belə yumşaqdır. Dəri üçün o qədər də zərərli deyil. Çünki mən bundan yuyanda, qab yuyanda, buna toxunanda bütün dərim qaşıma basır, amma bunlar da elə deyil. Bunlar yumşaqdır. Ona görə də qab üçün mən yenə də bunlardan alaram ümumiyyətlə ev üçün. Və bir də ki, bəzi xanımlar narahat olurlar, görürəm kommentlərdə oxuyuram ki, deyirlər ki, bunların tərkibində heyvan yağları olur, ya nə olur. Əvvəllər mən də düşünürdüm ki, düz deyirlər. Çünki fikirləşirdim ki, bu həqiqətən də o tikə 72% sabundan düzəldir. Amma yox, yəni buna görə narahat olmayın. Bunların heç aidiyyatı yoxdur. Qətiyyən yoxdur elə bir şey. O tikə sabunlara aiddir. Onu da sizə izahını videoların birində verəcəm. Həmin sabunu hətta almışam. Sadəcə o videonu hələ montaj eləməmişəm. Yəni buna görə narahat olursa, heyvan yağına görə mən narahat olmuram. Bunda olsaydı da mən narahat edirəm çünki mən bunu yemirəm. Sadəcə istifadə üçün də. Ona görə mənə problem deyildi. Amma bunların tərkibində yəni o yoxdur. Bir görəcəksiniz ki, ümumiyyətlə bunlardır, onlardır, köpüklənir bunlar. Amma yəni o dərəcə köpüyü vermir. O köpüyü onlara verən, baxın, bunun kimi, feri kimi, nə bilim, bu bildiyimiz bütün bu vasitələr kimi, qab yuyan vasitə, onlara o köpüklənməni verən həmin o lauryl sulfat deyirlər. Yəni o həmin o maddələr ki, onlar o köpüklənməni təmin edir. Amma bu tərəfdən dediyim kimi, onlar sizə bədənimizə çox zərərlidir. Dərimizə çox zərərlidir. Hələ ki evdə uşaqlar varsa, ümumiyyətlə bəzi xanımlar deyirlər ki, baxın bu belə superdir, bunun ətri çox qəşəngdir. Falan kondisioner bunun ətirlidir, bu ətirli olduğuna görə sevirəm. Paltarda belə qəşəng ətir saxlayır, elə qəşəng ətir saxlayır. Yəni bunu siz bilin ki, əgər hələ ki evdə uşaq varsa, yəni o əvvəl axır o ətir, yəni o elə belə ətir deyil. Ümumiyyətlə paltarda o ətir qalmamalıdır. Mən qətiyyən onun tərəfdarı deyirəm ki, o paltarda elə sanki ona duxu vurmusan kimi elə ətir qalmamalıdır. Əgər o ətir qalırsa, yəni sonra da insanlar deyir ki, bütün bu allergiyalar hardan gəlib, uşaq allergiyadan boğulur, yəni nə edir? Yəni bilin ki, hamısı bunlardan, bütün bu ximikatlardan evimizdəki. Amma belə ümumiyyətlə başqa yəni istəyirsinizsə, orta variant olaraq yenə də məsləhət görürəm ki, bunları, yəni bunu məsləhət görürəm. Sonra yəni var, yəni digər vasitələr də var, uşaq şampunları var, məsləhət görürəm. Əgər belə şeyə diqqət edirsinizsə, onlardan götürə bilərsiniz. Nəysə, yenə qızlar uzun oldu, amma başqa cür olmur. Hələ mən bunu qısa danışdım hərəsi var idi. Amma yenə də gərək hərəsi haqqında bir 5 dəqiqə danışsam, artıq video istərsiniz bir 20-25 dəqiqəlik uzanır. Bu qədər. Qab çox yaxşıdır bu arada. Belə. Axır ki boşaltdım. Hə, yadıma düşmüşdü. Bunun içində qalanı da bura töküm. Sonra qaba atacağım nəhayət. Artıq gözümü mazol eləmişdi bu rəngbərəng qablar. O qədər yığılmışdı ki. Üf, peşman oldum qızlar bunu burada eləməyə. Sadəcə video çəkirəm. Ona görə burada eləmək məcburiyyətini qaldım. Səsimə fikir verin. Səsim o dəqiqə tutuldu. Neysə. Bu dəfəlik belə olsun. İndi mənə lazımdır bunları ora yığmaq. Yəqin bunu artıq sizsiz eləyərəm qızlar. Çünki video artıq çox uzun oldu. Son görüntü baxın belə oldu. O 2 dənə yaşıl səbəti iç-içə qoydum. Gec istifadə olunanları onun içinə yığdım. Bunlar daha tez istifadə olunur. Burada yucu tozdur, gelli yumşalcı tez istifadə olunur deyə bura əl altına qoydum. Bunu da yaxına qoydum. Bunun dibində biraz kalqon var ki, bu da bitsin, bunu tullayım. Kalqon mən artıq almıram. İllərdir. Bunu da bəlkə bir 5-6 il bundan qabaq almışam, qalıb. Sonra arxaya sirkələri qoydum. Bu pastaları da belə qoydum, əl altında olsun. Ümumiyyətlə bu suya əgər bir yer tapsam, filtr olmuş suya, bunu buradan götürərəm və o bütün bu xırda şeylərin hamısını yenə də səbətə yığaram. O böyük şeylər, kanistrlər də ki, çıxartdım balkona. Çünki onlar burada bir yerə yığanda hamısını çox basırıq görsənirdi. İstədim belə biraz genişliyi qalsın. Yəni son nəticə belə oldu. Əsas odur, təmiz oldu. Yəni lazım olanlar qabaqda oldu, lazım olmayanlar arxada. İndi bunları da götürəcəm, bunları yerinə qoyacağım. Belə əziz xanımlar, mənim axır ki bu dolabı biraz düzənə saldım. Düzdür, belə artıq düzən kimi görünməsə də, belə çəkeyim.
Amma yəni əsas odur ki, rahatdır. Yəni mənə necə rahatdırsa elə qoymuşam. Əslində bura bir dənə belə rəf olsaydı, bir dənə belə rəf üstdən olsaydı yaxşı olardı. Görün nə qədər yer itir burada. Yəni bir xeyli yer itkisi var. Bura düzənləyici də yaramır, çünki onların ayaqları hündür olmur. Onu bura qoymağın bir mənası yoxdur, amma ən yaxşısı burada rəf olsaydı əla olardı. Amma artıq nəyimiz varsa odur. Burada istifadə etmədiyim süngərlər, nə bilim, fırçalar, stol bezləri falan belə şeylər saxlayıram. Bunu da bura göndərirəm. Daha doğrusu bura. Baxın, görürsünüz, bu mən əvvəllər alırdım. Demək olar eynidir, baxın qızlar, eynidir. Heç bir fərq görmürəm. Amma bunu çox yaxşı aldım, 1 manatda əladır qiyməti. İndi gələcəkdə istifadə edəndə deyərəm də sizə nəsə bir fərqi varsa deyərəm. Amma bu sırf yəni o baha olandır. Demək olar 4 manata alırdım bunları o vaxtda. O vaxtdan qalır. Bunu da qoyuram bura. İnşallah ki, yayda bunu buradan götürüb kəndə burarıq. Hə, bu süngərləri məsləhət görmürəm qızlar sizə. Bunu hansısa videomda alış-verişdə çəkmişdim, firması yadımda deyil. Çox pis süngərlərdir, tikət olur. İstifadə edirsən, elə tez paralanır ki. Yəni 1-2-3 istifadədən sonra başlayır belə dağılmağa, bilmirəm niyə. Bir var süngər belə sadəcə yatağa, amma bu birisi sırf dağılır. Ona görə də bunlar xoşuma gəlmir. Yəni çalışacağım bunlardan almayım. Əgər o firmanı tapsam çalışaram bura şəklini qoyum. Yəni mən bəyənmədim o firmanın süngərlərini.